Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Belə ki, bugün yanvarın 28-dir və yanvarın 29-una olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacaq. Səhər bəzi şəhər ətrafı ərazilərdə isə yağıntının intensivləşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək cənub-şərq küləyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz isə 6-10 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacaq və qar yağacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli yağıntının intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz isə 6-11 dərəcə isti olacaq. Dağlarda isə gecə 3-8 dərəcə şaxta, gündüz isə 0-3 dərəcə şaxta olacaq. Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.